Hər vaxtınız xeyir olsun əziz dostlar. Deməli, nə barədə istəyərdim sizinlə danışam? Ustad son şuanan da düşüncə barəsində çox geniş danışır. Deyir, deməli, düzgün düşüncə, düzgün yaxşı söz və yaxşı əməl. Yaxşı düşüncə, yaxşı söz və yaxşı əməl. Bilirsiniz, bax, diqqət yetirin özünüzə. İnsanlar daima yəni negativ düşüncələr beyində fırlayanda o vibrasiyalar yayılır ətrafa da. Siz çalışın ki, həmişə yəni xoş düşüncələr barəsində beyninizdə xoş düşüncələr, yaxşı düşüncələri beyninizdə saxlayın. Görürsünüz ki, ağlınıza nəsə xoşa gəlməyən bir düşüncə gəlir. O zaman düşüncənizi dəyişirsiniz. Yaxşı, xoş təəssüratlar haqqında, həyatınızda olan o xoş təəssüratları yadınıza salırsınız. Başlayırsınız o barədə düşünməyə. Görürsünüz ki, sizin ab-havanız dəyişir. Bu sizin ətrafınıza da təsir edir. Sizin yaşadığınız evdə təsir edir. Sizin yəni olduğunuz cəmiyyətə təsir edir. Ona görə düşüncə. Çalışın ki, düşüncənizi qaydasına salın. Əgər negativ, pis kinolara baxırsınızsa, elə kinolara baxırsınızsa, çalışın elə şeylərdən uzaq olun. Negativ məlumatlardan uzaq olun ki, beyninizdə nətər olmasa onlar qalır hamısı. Çalışın ki, xoş düşüncələr haqqında beyninizə xoş düşüncələri saxlayın həmişə. Yəni yaşadığımız cəmiyyətə o təsir edir, xoş düşüncə. Yaxşımı? Hamıya xoş günlər. Sağ olun.